Bacılar, sizə sual vermək istəyirəm. Böyüyəndə nə olmaq istəyirsiniz? Yəni hal-hazırda məqsədiniz nədir? Hüquqşünas. Hüquqşünas olmaq istəyirsiniz. Əla. Hər kəsə salam olsun. Mingəçevirdəyəm hal-hazırda. Müraciət elədilər, gəldim. 2 qız, 1 ana. Ata da deyəsən xəstədir, yatalaqdır. Bəli. Adınız nə oldu? Adım Gülüstan. Gülüstan xanım, buyurub danışa bilərsiniz. Nə ehtiyacınız var? Niyə müraciət elədiniz? Vallahi şimdi yəni gücüm çatmır. Ailədə xəstədir, qız uşaqdır, məktəbə gedəcək. Yoldaşım da xəstə adamdır, gücüm çatmır ailəyə baxmağa. Yayda yəni yorğan döşək olur eləyirəm, olmayanda qışda çox çətinlik çəkirəm. Yəni heç cürə gücüm çatmır. Yorğan döşək nədir? Yəni döşək düzəldirəm də, kimsə verir, gətirir 15 manata, yuyuram, üzdü gözlü elə düzəldirəm. Belə yeməklə, içməklə onunla da uşağı doydura bilmirəm. Hələ mən yəni ət aldığım gün olmayıb. Yəni gücüm çatmır, yalan nə deyim. Fakt ki, deyə qonşular da şahiddir ki, gücüm çatmır. Qızlar, sizin adlarınız nədir? Samirə. Gülay. Gülay ilə Samirə. Allah sağ, neçə yaşlarınız var? 14. 13. 13-14. İnşallah məktəbə gedərsiniz. Bəli. Məktəb paltarı falan onlar var. Keçən ildə bir dənə koftam qaldı da. Səndə? Deməli dostlar, bu qızlara məktəb paltarı üçün 200 manat mən verirəm. Sağ olun. 200 manat. 200, 100 manat sənin, 100 manat sənin. Yaxşı. Gedib ürəyiniz hansı paltar istəyir, alıb geyinərsiniz. İstəyinizi deyə bilərsən. Atamın sağlamasını istəyirəm. Keçə bilərsiniz, evə bir dənə baxın, görün ev nə şəraitdədir. Mən də görməmişəm, keçə bilmirəm. Xoş gəlmisiniz, gəlin. Hoş gördük. Qalxma qardaş. Nəsən qardaş? Allah şəfa versin. Allah razı olsun, çox Nə olub sağ olun. sənə? Nə qədər? 600. İndi. Həftənin 5-ci günü çıxmışam xəstəxanadan. 452 ilə çıxmışam. Hə. Hə, düşü salanmırlar şəkər aşağı. İndi 600-ə. Hə, bir dəqiqə bax, gəl ölçsən 600 yenə varım. Bunlar necə öhdəsindən gəlirsiniz? Yəni yoldaşınız işləmir, eləmir. Bunlar gecə gəl. Bununla iplə bağlayırlar ayaqlarımı hər gecə. Hərəsi bir ayağıma. Bununla bağlayırlar ayaqlarımı. Hə. Qan işləməsin. Onu da həkim deyir ki, Bakıda ki, bağlama, bağlasan ayağın qanqren eləyəcək. Bu ayağın qanqreniyə uyğunlaşır. Ola bilər kəsilər. Bağlayırsan. Allah şəfa versin. Əlimizdən nə gəlirsə sənə kömək eləyərik valla. Bu kişi üçün, bu ailə üçün kimin gücünə çatır? 10 manat, 15 manat balaca pul deyil. Onun bir dənə bu iynəsinin puludur. Adımlar atmısan? Hə. Oxuyursan? Proqramı yükləmişəm anamın telefonunda. Oradan ingilis dilində öyrənirəm, tarixi öyrənirəm.